Möhtərəm hakim, bu oğurluqda mənim heç bir günahım yoxdur. Amma bu oğurluğu mənim üstümə atıblar. İzahatda hamısı məni oğurlu hesab edir. Möhtərəm hakim, atalardan bir gözəl məsəl var ki, osturmasın, iyi çıxmaz. Mən osturmaya iyi çıxardırlar. Buna bax, elə də fikrə gedib ki, güya bunun heç bir şeydən xəbəri yoxdur. Yalansa sənin bir günün ağzını sikim, oğur əskədə. Və dedilər ki, pistə xalagildə toğ çoxdur. Mən də getdim oğurladım. Mən bilməzdim ki, bunu mənim üstümə atarlar. Sən demə bu tələ imiş. Mən bunun hamısının hayfını çıxacam. Abdülhey Dursun ayağa. Abdülhey, sən şahid qismində hallanır adın, sən nə deyirsən? Möhtərəm hakim, mən dünən işdən evə gəlirdim. Mematini pistəxananın bağından tullanan gördüm. Əlində baş var idi. Nə başı idi? Kimin başı idi? Möhtərəm hakim, bu nə sualdı verirsiniz? Mən Mematinin əlində toyuqdan başqa nəsə var idi ki? Kimin başını çox götü və Möhtərəm hakim, siz kötə soxlan olsaydı, siz çoxdan qısq olmuşdunuz. Qaldı ki, Mematiyə o işdə mənim heç bir əlim yoxdur. Mən sadəcə quru fəhliyəm. Ondan ötürü məni təqsirləndirməyə dəyməz. Belə də ki, mən günahım yoxdursa, buradan əsişdirəm. Çıxıb evə gedmək istəyirəm. Mən evdəki balalarım gözləyir. Bəs belə şərəfsizlik olmaz. Belə qəhbəlik olmaz. Mən sizi zırğa qoyacam. Mən təqsirləndirilən şəxs kimi söz verilir Gürlüyə. Cənab hakim, mənim bu heç bir şeyim yoxdur burada. Görürsünüz, bir mənim sırasına baxın. Və çox şamdan. Başqa şeyəm. Mənim pulum kibrit prospektində Avropada ilə vurdurma anası. İstəyirsiniz zombalın bir götürə baxın. İstəyirsiniz? Yox. Onda sizə bir söz verin. Baxın da, mən dinləyəm mənə. İndi mən söz verin. Ha, dedim yox. Onda bax da, özüm. sən cəhənnəsin də. Nə? Oy, belə mən məhkəmədəyim ki, bağışdın hakim bəy, elə bildim Poladdır. Sən öl bilmədin, mən bilsəydim o sözü eləməzdim. Qaldı ki, oğurluğa mən Bəyağda dedim, yenə də o sözlərimi təkrar edirəm. Bu götürən bax, Bəyağda dedim, bu elə bax ki, güən bunun heç nədən xəbəri yoxdur. Amma bu oğurluğu təşkil edən həmin o götürəndir. Durur Abdülhey, billət, dur söhbəti danış. Hakim bəy, mən çox yiyərəm, bir də oradan piyada keçərəm. Bundan sonra qazandığımı verib taksiyə bagajda gedərəm ki, gözlərim qaranlıqdan başqa heç nə görməsin. Bunlara da bir deməyim budur ki, adam qəhb olmaz. Hakim bəy, mən çox yiyərəm. Sən söhbəti danış. Sən artıq poxsat yemə. Hakim bəy, mən turbançıyam. Mən əlimdən heç nə gəlmir. Sadəcə biraz atam varlıdır ya. Bax, kişi kimi danışaq da. Atam varlıdır. Prosta ki, mən indi puluma görə bunlar gəlib götürmə görürlər. Mən burada heç nə var, heç nə. Ya Allah, o sənin boşun xarabdır ya. Dəlisən, neysən? Sən neynəmsən ha? Xəbərin var, götürün nə xəbərin var sən? Yaxşı da hakim. Mənim atam var ya. Mənim atam sizə tutsa sikəcək ya. Mənim atam bilsən qardaşdır. Bilsən qardaşdır, ha kişiddə olan. Heç qardaş istəmir mənim atam. Prosta biraz pulumuz var. Babamdan pul qalıb qızı. O xərcləyirik də yavaş-yavaş da. Son sözüm də odur ki, hakim bəy, mən turbana. Prosta biraz pulum var, gənə də deyirəm. Bunlar mənə götürməyə gelirlər. Bax, hakim bəy, düz deyirəm ha. Bax, Allah haqq düz deyirəm. Bax, inancla ha, hakim. Bax, sən öl düz deyirəm. Sən ölmə yalandan bilirsən ki, vurulmayır. Bax, bildin? Bax, bil ha. Bil də, kim quta. Bil də, yaxşı. Davay, hakim bəy. Salam deyilən evdəki eşidəki uşaqlara. Kimə? Oğlum var ya, o götürən biri. Ona salam deyilən. Bir də ki, aşağıda yazılıb, ona da salamlar. Vəssalam, biz dördümüz də durub siktiririk, yavaş-yavaş. Bir də eləmişik, pox yemişik. Bağışdın, xahiş edirik. Allah başlasın, baxca indi görürüz. Amma hakim bəy, bir də çox cüvə xahiş edirəm. Mən deyirəm ki,
Biz durub sikdirlik, atam sənin hörməti verəcək, biz burasıq. Yəni ki, o da arkadakı pox yiyir, yalan deyir, üstü də pox yiyir. Yəni də mən öz pulumla, haqq ədalət pulun üstündə deyil hakim bəy, pulun üstündə deyil, mən pulu verirəm də, vəssalam. Vəssalam, aşağıda televizor kino geçsə ona da baxar, xahiş edirəm. Vəssalam, başqa nə lazımdır ki? Sağ olun, çox sağ olun, sağ olun, sağ olun.